Tindən salam. Atam məktəblərdəykən də BSG pulu yığdılar. BSG bilmirsiniz nədir? Bir sinifdən qazanc. Əziz valideynə, bu BSG-lərə pul yığılacaq. Bugün yazdırdılar, indi məlumat ediblər. BSG-lər üçün 5 manat pul atın, mən ona verməliyəm. Salam qızlar, hər vaxtınız xeyir olsun. Demək məktəbdən 5 manat pul yığırlar. 3 manat monitorinqə, 2 manat da BSG-yə. Pulları da istəyirlər, 5 manat. Bilməm, Leyla yığar yəqin pullar. Leyla, bir zəhmət olmasa sən yığ. Kartı at bura. Kimlər ki atacaq pulu, yaz, yığılsın sabahda bir gündə təhvil verək məktəbə. Ay başva dönüm. Əvvəl bir uşağa görə bir evə doldururdular da. İndi həmin uşağa görə məktəbdə, bağçada, universitetdə, xəstəxanada, voyinkomatda və daha neçə adda doldururlar da. Statistika çıxartıblar. Azərbaycanda 1991-ci ildən antirekord qeydə alınıb. Keçən il doğulanların sayı 80.802 nəfər. 2 dəfə az. Neynəsinlər qardaş? Heç kim doğmaq istəmir də. Necə olur? Uşaq doğandan sonra heç kim maraqlanmır ki, nə oldu, necə oldu, neçə aylıq oldu. Amma əskərlik vaxtı çatanda gəlib qapazlayıb aparırsınız əskərliyə ki, vətən sənin anondur. Bəs uşaq doğanda ana vətən üçün nə üçün uşağa mamalıq eləmirsiniz? Dinliyor. Tinimiz düzdür. Deputatımız Səyyad Salahlı da qeydib deyir ki, Azəriqaz adını hansı ağıllı qoyub, Azəri sözün bizə dəxli yoxdur. Səyyad müəllim, adın nə fərqi var? Siz sözdə i hərfini tutub bizə itələməkdənsə, bizi elə hərfləyib limit qoyanlardan danışın da. Siz əgər tek hərflərə baxırsınızsa, onda elə bizə də baxın da, az hərflərə. Abbas! Yoxsa siz ancaq yazılana baxırsınız. Səyyad müəllim, kəndlər var, qaz yoxdur. Qışda elə donur, kəndinə gələ bilmir. Dinliyor. Tinimiz düzdür. Ayna, yolların xətlənməsi üçün 37 milyon pul xərcləyəcək. Ayna, sənin xəttin necədir ki? Göz qabağındadır da, ilan, qurbağa. Bütün şəhəri xətt eləmişsiniz də. Avtobus xətti, nə bilim, velosiped xətti, parkovka, hələm taksilər demirəm. Taksilər demişkən, ayna nə qədər alırsınız taksilərdən? Atam balası, bunların çəkdikləri xət nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düzdür ya.